Давайте так. Пока мы с дочкой не будем говорить. Посмотрим, обследование проведем. После этого мы уже вместе соберемся в кабинете, поговорим. Да, что делать, как делать, чтобы лучше было. Хорошо? Доктор, я целую ваши золотые руки. Спасибо. Вас так хвалили. İlkin görüşdən biz baxırıq. Artıq bir yara var. Сколько месяцев этот рана? Месяц. Месяц. Наверное, еще больше. Месяц 15. Месяц 15. Но чтобы разрушение произошло в таких суставах, не менее 2 месяца нужно. Yani 2 ay müddətində barmaq təşkil edən sümüklərdə destruksiya müşahidə olunur, yəni çürümə. Burada da oynaq səthində bizim görürük ki, yara var və o yaranın nəticəsində burada oynaq çürüyüb, yəni burada patoloji bir hərəkət mövcuddur. O nöqteyi nəzərdən də ilkin növbədə biz bir rentgen müayinəsi və ayağı damarlarının arterial və venos damarların Doppler müayinəsini keçirəcəyik.